Salam sevgili izleyenler ve dinleyenler. Sizinle yine bir söhbətimizdə görüşmənin xoşbəxtliyi və huzuru içindəyik. Və bugünkü mövzumuz, bu söhbətimizdə sizinlə sıxıntı və stresten qurtulmanın yollarını sizinlə bölüşəcəyik. Bu günləri insanlara nəzər saldığımız zaman, yəni hər bir ailələrə nəzər saldığımız zaman baxırıq ki, hər kəs sıxıntı içindədir. Hər kəs problem içindədir. Hər kəs bir axtarış içindədir. Amma heç kəs o sıxıntı içində olan insanlarda bu sıxıntılarının səbəbini qarşılarındakı insanlarda görürlər. Misal üçün, ailədə olan kişi qadınında görür. Mən sıxıntıya düşmüşəmsə, düşünür ki, mənim qadınımdadır mənim sıxıntımın səbəbi. Qadın düşünür ki, mənim yoldaşımdadır. Amma Allah Teala Quran-ı Kərimə hər bir şeyi, bütün suallara, bütün axtarışlara cavabını qoyub. İnsanların sıxıntısı, yəni bir insanın sıxıntısı başqa bir yaradılmışda deyil. Elə sıxıntısı da özündədir. Xoşbəxtliyi də özündədir, sıxıntısı da özündədir. Sadəcə insanların öz seçiminə görə insanoğlu ya iç dünyasında iki yol Allah Teala nəsib eləyib, seçə bilir azad iradəsi ilə. Bir insan, tutalım, Allah Teala olaylar həmişə, hadisələr yaşadır insanlara. Məsələn, Tövbə surəsi 216-cı ayəsində Allah Teala buyurur ki, döyüş o sizin üçün kərih olsa da üzərinizə fərz qılındı. Xoşlanmayacağınız bir şeylər olar ki, o sizin üçün bir xeyirdir. Sevəcəyiniz bir şeylər olar ki, o sizin üçün bir şərdir. Və bütün bunları Allah bilər, siz bilməzsiniz. Yəni Allah Teala imtihanları verir. İmtihanlarda kimisi öz dünyəvi elmi ilə əgər imtihanlara qərar verirsə, yəni baş verən müsibətə, hadisəyə özündən qərar verirsə, onun sadəcə sıxıntısını artırır. Amma kimisi, elə bir insanlar da olur ki, bu nadir insanlar olur, hadisələrdə mənim başım çıxmaz. Ancaq bunu Allahın yardımı ilə bu hadisələrdən çıxa bilərəm. Allah mənə bu hadisədə mütləq nəsə demək istəyir. Bir mesajı var məni yaradan mənə. Onun üçün da kimisi yaradana yönəlir, dünya həyatı yaşarkən yaradanın qoyduğu sistemə boyun əyir, yəni qədərinə boyun əyir, boşuna olmadığını düşünür. Kimisi də öz nəfsi ilə, yəni dünyəvi elmi ilə o başına gələn hadisəyə qərar verir deyə, onun üçün də sıxıntılar içində olur. Hər gün biraz daha sıxıntısı artır. Bu sıxıntı gün gəlir, stresə çönür. İnsan özünə qapanır. Və bəzən olur, televiziya kanallarımıza baxırıq, xəbərlərimizə, kimisi özünü hardansa atır, kimisi özünü asır, kimisi bir-birini öldürürlər. Buna səbəb nədir? Buna bir tək səbəbi var ki, insanlar yaradandan uzaqdadılar. Və biz bir çox tədbirlərimizdə bəzən bizə suallar olur, jurnalistlər sual verirlər ki, bir gündə belə bir hadisə olmuşdu ki, siz bu Azərbaycan dövlətinin bu kritik vəziyyətində, bu acınacaqlı vəziyyətində, yəni dinə qarşı olduğu vəziyyətində siz necə, hansı cürətlə tədbirlər keçirirsiniz, konferanslar verirsiniz? Biz də ona Allah nəsib elədi bir cavab verdik ki, devlət bugünkü dinə qarşıdır, Allaha qarşı deyil. Yəni bu günləri 14 əsr bundan öncə yaşanan din bu gün yaşanmır. Din yaşanmadığı üçün, Allahın istədiyi yaşanmadığı üçün devlət bu günləri saxta dinə qarşıdır. Devlət bu günləri 5 şərti yerinə yetirən özlərinə dindar adı qoyan insanlara, yəni dinlə məşğul olan, dinlə pul para qazanan insanlara qarşıdır. Amma Allaha qarşı deyir. Çünki hər bir devlət məmurunda Allah, yəni Quran-ı Kərimdə bunda
araşdırıb, axtarmışıq, Allah nəsib eləyib. Hər bir dövlət məmurunda Allah Taala özü hər bir dövlətə, hər bir millətə özü təyin eləyir dövlət başçıları. Yəni bu səbəblə sevgili izləyənlər, sevgili dinləyənlər, biz sıxıntılarımızı gəlin heç kimdə axtarmayağın. Nə iş yerimizdə, müdürümüzdə axtarmayağın, nə dostumuzda, nə məhəllə içində, nə qonşumuzda sıxıntılarımızı, problemlərimizi onların üstünə atmayağın. Yaşadığımız dövlətdə, fərqi olmur hansı dövlətdə yaşayaq. Dövlətimizin üstünə atmayağın sıxıntılarımızı. Bizim sıxıntımız da, xoşbəxtliyimiz də iç dünyamızdadır. Yəni Allah Taala bir şey sizə bir balaca bir slaytı göstərmək istəyirəm. Allah Taala insanı üç vücudla yaradı. Yəni fizik vücudumuzu həmain məsnun olan salsalindən yarattığını söyləyir. Nəfsimizi Şəms surəsi 7-ci ayət kəlməsində səvva etdiyindən danışır. Və 19 dənə çirkinliklər, yəni cəhalət, xəsizlik, dedikodu, fitnə, həsəd, hirş, şəhvət, üsyan, kin, nifrət, bu kimi pis vərdişləri, yəni ki, insanın, yəni nəfsinin qəlbində yerləşdirib. Və üçüncü vücudumuz, Səzdə surəsi 9-cu ayət kəlməsində Allah Taala buyurur ki, fizik vücudun içinə nəfsi dizayn etdikdən sonra öz ruhundan üfürdüm. Allah öz ruhundan üfürüb. Və 19 dənə gözəlliklərə sahib olub. Elm, səxavət, sir tutmaq, tövhid, ədəb, qənaət, muxlis olmaq, itaətkar olmaq, sevgi, təvazı və bu kimi doğruluq, həqiqət kimi gözəlliklərə sahib qılıb Allah Taala. Yəni, sevgili qardaşlarımız, yəni bizim xoşbəxtliyimiz, yəni bir insanın xoşbəxtliyi, ruhu səbəbilə, bir insanın sıxıntısı və stresi nəfsi səbəbiylədir. Kimisi yuxudan durduğu andan, yəni gözün yorğanın altında, gözün açdığı andan, kimisi nəfsi ilə həyata başlayır. Yəni günün, səhərini nəfsi ilə, nəfsinin istəklərindən başlayır. Kimisi ruhunun istəkləri ilə. Bu səbəblə sevgili dinləyicilər, sevgili qardaşlarımız, yəni Allah da bizi yaradan Allah olduğu üçün bizim nəfsimizi, bizim ruhumuzu, bizim içimizə nəfsi səvva edən ruhu bizim içimizə öz ruhundan üfürən Allah olduğu üçün bilir ki, insanlar Vəl-Əsr surəsi 2-ci ayət kəlməsində də buyurur ki, bütün insanlar hüsrandadır. Əsrə and olsun, bütün insanlar hüsrandadır. Yəni bunu Allah Taala nəfsimizə görə bilir ki, biz hüsran içindəyik. Biz dünya həyatına getdiyimiz zaman ancaq nəfsimizlə hər şeyə qərar verəcəyik. Həyatımızı nəfsimizlə yaşamaq istəyəcəyik. Amma sevgili dinləyicilərimiz, yenə nəfsimizlə yaşayacağıq, amma ruhun istəkləri ilə. Ruhun istəkləri birbaşa Allahdan gəlir. Yəni ruh Allaha tabedir. Nəfsimiz iblisə, şeytana tabidir. Kim Allaha yönələrsə, kim Allaha qovuşmağı qəlbən diləyərsə, Allahım, mən də ölmədən öncə ruhumu sənə təslim eləmək istəyirəm, mən də sənin sevgili qullarından olmaq istəyirəm deyə dua eləsə, həmin insan, həmin andan Allah Taala ruhun istəkləri ilə onu yönləndirir. Yəni, nəfs ruha tabi olur və belə səhərdən 24 saat xoşbəxtlik içində olursan, nə sıxıntıların olur, nə stresin olur. Eynən heç nəyin olmasa belə İmadəddin Nəsimi dahi şairlərimizdən birisi buyurur ki, varlı idim, yoxsul ikən, mənim idi gövnü məkan. Yəni, heç nəyin olmasa belə, ruhun tələblərinə, yəni Allahın tələblərinə uyduğun zaman, heç nəyin olmasa belə yenə də xoşbəxt olursan. Nəyinsə, misal üçün, nə qədər maddiyyatın olsun, vəzifən olsun, taxtın, tacın sahibi olsan ol, Allahla bərabərsənsə, bir gün o taxtın, tacın əlindən geçsə, sən sıxıntıya düşməyəcəksən. Ürək xəstəliyi tapmayacaqsan, böyük xəstəliklərə duçar olmayacaqsan. Amma Allahla bərabər olsan,
Onun için da sevgili dinleyenler, sevgili kardeşlerimiz ve bütün halkımız sizi Allah Teala'nın yardımıyla, Allah Teala'nın köməkliğiyle Yunus suresi 25. ayet kəlmədə olduğu kimi sizi Allah'a dəvət edirik. Allah Teala Yunus suresi 25'te de böyle buyurur ki, Allah təslim yurduna dəvət edər, təslim yurduna çatdırmaq istədiklərini sırat-ı müstəqim üzərinə qoyar. Yəni kim ruhunun tələbinə uyarsa, yəni ruhunun istəklərini istəyərsə, yəni Allaha, necə ki ruhun tələbi, ruh dünyaya gəlmədən öncə Allaha Araf surəsi 172. ayət kəlməsində misaq verir ki, mən dünya həyatına getdiyim zaman sənə qovuşacağam, mütləq sənə qovuşacağına dair söz verir ruhumuz. Bir insanın da ruhunun səsini dinləməsi, yəni nəfsin, fizik vücudun və nəfsin ruhun səsini dinləməsi nədir? Qəlbən ruh Allaha qovuşmaq istəyir, Allahın bir parçası, Allahın ruhu olduğu üçün Allaha dönmək istəyir. Nəfs və fizik vücudumuzda Allaha yönələrək deməli ki, Allahım, mən də səni istəyirəm, mən də sənin sevgili qullarından olmaq istəyirəm, dua eləməlidir. Bunu da yenə bir dahi şairimiz Məhəmməd Füzuli gözəl buyurur ki, deyir, canı canan diləmiş, verməmək olmaz ey dil, nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Burada fizik vücudumuz, yəni bu cisim nəfsimizə, nəfsin qəlbinə səslənir. Deyir ki, canı canan diləmiş, ey nəfs, o nə sənindir, nə mənim, onu verməmək olmaz. Yəni ruhu, fizik vücud nəfsə deyir ki, ruh Allahın əmanətidir, bizim deyil, verməyə bilmərik. Dünya həyatını yaşarkən Allaha təslim eləməyi istəməliyik. Bu səbəblə sevgili dinləyicilərimiz, sevgili qardaşlarımız, biz də ədəbiyyat, tasavvuf araşdırması və yazar olaraq, yəni araşdırdıqlarımızı qəzetlərdə dərc olunur, çəkilişlərimiz olur, tədbirlərimiz olur. Burada biz əsas, bəzən də olur ki, bu dahi şairlərimizin sözlərindən işlədirik. Burada əslində bu zamanımıza da nəzər salanda insanlar heç Allah dostlarında, məsəl üçün şair adı ilə Allah dostlarında örtbasdır eləyiblər. Amma halbuki o dahi şairlərimiz Nizami olsun, Dədə Qorqud olsun, Nizami Gəncəvi olsun, Mevlana, Yunus Əmrə, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Hüseyin Cavid, bu kimi dahi şairlərimiz var ki, onların mənəvi həyatında olublar, onlar Allah dostları olublar. Onun üçün bu günləri ikinci bir nizamı üzə çıxa bilmir. Sevgili dinləyicilər, sevgili qardaşlarımız, siz də əgər Allah dostu olmaq istəyirsinizsə, siz də əməllərinizin boşa getməsini istəmirsinizsə və dünya həyatın xoşbəxt və dünyadan köçdüyünüzdə cənnətə getmək istəyirsinizsə, qəlbən Allaha yönəlin. Qəlbən deyin ki, Allaha yönələrək bunu deyin ki, Allahım, mən sənin sevgili dostlarından birisi olmaq istəyirəm. Nə olar, mənim də mənə əmanət verdiyin ruhumu məndən geri al. Qəlbən istəyin. Amma bu şeyi də sizlə bölüşmək istəyirəm və söhbətimizin tamamlayırıq. Allah Teala qəlbən Allaha qovuşmağı diləməyənlərin durumunu Quran-ı Kərimdə verir və Zümər surəsi 71. ayət kəlməsində belə buyurur ki, deyir, cəhənnəmə girən insanlar cəhənnəmə girdikləri zaman cəhənnəmin qapısında, sağında, solunda iki mələk durub, cəhənnəmə girənlərə sual verirlər. Sizə bu cəhənnəmə gələcəyinizi xəbər verənlər, nəzirlər gəlmədimi, rəsul gəlmədimi? Onlar da qaydırlar cəhənnəmli insan. And olsun ki, gəldilər, amma biz onlara inanmadıq. Biz onlara yalanladıq, onun üçün də cəhənnəm əzabı üzərimizə haqq oldu. Sevgili qardaşlarımız, qəlbən bir dua Allaha yönələcəksiniz. Bir dua ilə. Allahım, ölmədən öncə əmanət verdiyin ruhumu sənə təslim eləmək istəyirəm. Bu duanı dilədiyiniz andan iç dünyanızda sükun yaranacaq.
bütün sıxıntılardan asta-asta Allah Teala sizi qurtaracaq və ailələr də xoşbəxt keçirəcək və Allahın sevgilisi olaraq həm bu dünyanı yaşayacaq, Allaha dost olaraq həm bu dünyamızda xoşbəxt olacaq, həm də axirətdə gedəcək yerimiz Allahın cənnəti olacaq. Allah sizdən razı olsun.